Dəqiqədən çox danışdı. Milli Məclisin bugünkü plenar iclasında bələdiyyələrin illik fəaliyyəti müzakirə olundu. Hesabatda əsas diqqət çəkən məqamlardan biri yerli özünü idarə etmə orqanlarının maliyyə vəziyyəti oldu. 2024-cü il üzrə bələdiyyə büdcəsinin icrası barədə məlumata əsasən, ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki ilə müqayisədə təxminən 7,9 milyon manat, 14,4% artaraq 63 milyon manata çatmışdır. Rəqəmlər artımı göstərsə də parlamentdə əsas müzakirə mövzusu struktur islahatları oldu. İri şəhərlərdə vahid böyük şəhər bələdiyyəsi modelinin yaradılması imkanları nəzərdən keçirilməlidir. Burada Bakı, Sumqayıt, Gəncə və digərlər nəzərdə tutulur. Məsəl üçün, təxminən Bakı şəhərində 45 bələdiyyə fəaliyyət göstərir. Əgər onlar birləşsə, həm xəritə məsələsi ortadan çıxacaq, həm maliyyə gəlirləri artacaqdır və vahid bələdiyyədə təmsil oluna bilər. Bələdiyyələrin illik fəaliyyətinə dair məruzəyə münasibət bildirən deputat Vüqar Bayramov isə ölkə üzrə bələdiyyələrin sayının optimallaşdırılaraq yarıya endirilməsi fikrindədir. Azərbaycanda da bələdiyyələrin sayının azaldılması və 685-dən birinci mərhələdə 300 endirilməsi daha məqsədə uyğun olardı. Çünki mərhələli şəkildə bələdiyyələrin sayının azaldılması və onların səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var. Bir tərəfdən bələdiyyələrin sayının azaldılması xərclərə qənaət edilməsinə imkan verəcək. Digər tərəfdən onların fəaliyyətinin sevikləşməsinə, daha şəffaf qərarların qəbul edilməsinə və eyni zamanda vətəndaşların qayğılarına daha diqqətlə yanaşmasına gətirib çıxaracaq. Amma ekspertlər optimallaşdırılma prosesi zamanı nəzərə alınmalı olan nüansları xatırladırlar. Azalması yaxşıdır, amma bir tərəfdən digər məsələlər də var ki, bu tərəfdə azalması ilə yanaşı deyək ki, xərclər azalırsa, gediş-gəlişlər arta bilər. Məsəl üçün, kənd bələdiyyələrinə gedib gəlmək, oralara nəzarət eləmək üçün əlavə insan resurslarına ehtiyac olacaq. O baxımdan bu fikrin üstündə daha ətraflı işləmək lazım ki, hansı bələdiyyələr daha optimal şəkildə azaldılsın. Problemlərin aradan qaldırılması üçün birləşməsi yaxşıdır və nəzarətdə də onlara müəyyən funksiyaları verməlidirlər ki, onlar biraz güclənsinlər. Sonuncu dəfə bələdiyyələrin birləşməsi məsələsi 2024-cü ildə həyata keçirilib. Təxminən o zaman fəaliyyətdə olan 1600 bələdiyyə sayı hazırki rəqəmə 685-ə endirilib. Vurğun Mədətov, Ceyhun Hüseynli, Anar Ağazadə, İTV Xəbər.